Salam, hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bildirim ki, bu günlərin bəli, 24 dekabr bizim Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin ad günüdür. Bizim üçün çox doğrudan da əlamətdar bir gündür. Çox sevinirik ki, biz də bu təbriklərə qoşuluruq. Bəli, cənab Prezidentimiz bugünkü gündə öz xalqına, millətinə, dövlətinə o qədər yüksək dəyər verir ki, o qədər yüksək xidmət göstərir ki, bu danılmazdır, göz qarşısındadır. Ona görə bizim hər birimiz bir Azərbaycan vətəndaşı olaraq cənab Prezidentimizin yanında olmalıyıq. Belə bir doğrudan da böyük bir siyasəti həyata keçirdən, dövlətin iqtisadi inkişafını yüksəldən, Azərbaycanı bütün dünyada tanınan bir prezident. Bəli, İlham Əliyev. Eşq olsun prezidentimizə. Bəli, bizim ulu öndərimiz Heydər Əliyevin böyük siyasi kursunun davamçısı, onun siyasi yolunu davam etdirən prezidentimiz İlham Əliyevin bugünkü gündə dünyada böyük dövlətlər arasında böyük nüfuz qazanması bu onu göstərir ki, doğrudan da prezidentimiz demək olar ki, böyük bir liderdir. Bəli, biz bununla qürur duyuruq. Fəxr edirik ki, biz doğrudan da Azərbaycan xalqını etibarlı əllərdə görürük. Ona görə də mən bugünkü gündə özümə borc bilirəm ki, bir Azərbaycan vətəndaşı olaraq mən də prezidentimizi təbrik edəm. Bilirsiniz ki, Könüllü Nəzarətçilər İctimai Birliyi cənab prezidentin çağırışından sonra yerlərdə fəaliyyət göstərir və birliyimizi təsisçisi, yaradıcısı Təyyar müəllim Zülfüqarovdur və bugünkü gündə biz sevinirik ki, prezidentimizin yanındayıq, ona xidmət göstəririk. Mən bütün bizim birliyimiz adından, birliyimizin rəhbəri Təyyar müəllim adından, öz adından cənab prezidenti təbrik edirik. Cənab prezident, sizi təbrik edirik. Sizə bugünkü gündə həyatınızda ailə xoşbəxtliyi arzulayırıq. Sizə uzun ömür arzu edirik ki, çox yaşayasınız, xalqımız üçün həmişə belə layiqli bir xidmət göstərəsiniz. Ona görə biz bütün, yəni vətəndaş olaraq, bütün hər bir sakin adından mən bunu deyirəm ki, çünki doğrudan da prezidentimizi bütün xalq sevir, uşaqdan böyücə qədər. Bir daha, cənab prezident, sizə ailə səadəti arzulayırıq, ailənizlə birlikdə can sağlığı arzulayırıq. Nə yaxşı ki, varsınız. Ad gününüz mübarək olsun, cənab prezidentimiz. Diqqət etsin, təşəkkür edirəm.